İslam alimlərinə görə Peyğəmbər məscidi dünyanın ən mübarək 3 məscidindən biridir. İmam Sadiq əleyhissalam buyurur, Məscid-i Nəbidə qılınan bir namaz 10.000 namaza bərabərdir. Peyğəmbərimiz Məkkədən Mədinəyə hicrət edərkən əvvəlcə Quba məntəqəsində bir müddət qaldı. Sonra Mədinəyə doğru yola düşdü. Yol boyu rastlaşdığı hər qəbilə istəyirdi ki, Rəsulullah onların məhəlləsində məskunlaşsın. Hətta tayfa başçıları dəvənin yüyənindən tutub onu öz tərəflərinə çəkməyə çalışırdılar. Peyğəmbərimiz isə buyurur, dəvənin yolunu kəsməyin, qoy getsin. Harada dayanıb yatarsa, mən orada qalacağam. Nəhayət dəvə Bəni Nəccər qəbiləsindən olan Əbu Əyyub Ənsarinin evinin yanında 2 yetim uşağa, Səhl və Süheylə məxsus bir sahədə dizlərini yerə qoydu. Həmin yerdə xurma və digər əkin məhsulları qurutulurdu. Cəmaət oranı Rəsulullaha hədiyyə etmək istəsə də, o buna razı olmadı və torpağı 10 dinara satın aldı. Bu arada Əbu Əyyub Ənsarinin anası fürsətdən istifadə edib Peyğəmbərin yükünü öz evinə apardı. Hər kəs istəyirdi ki, Rəsulullah onların evində qalsın. Ancaq Peyğəmbərimiz bu mübahisəyə son qoyaraq buyurdu, kişinin yükü hardadırsa, özü də orada olmalıdır. Beləliklə, bu böyük şərəf Əbu Əyyub Ənsari kimi dəyərli bir şəxsiyyətə nəsib oldu. Peyğəmbər İmam Əli əleyhissalamla birlikdə 7 ay onun evində qaldı. Sonradan məscidin yanında onun üçün bir məskən tikildikdən sonra ora köçdü. Peyğəmbərimizin ilk gördüyü iş həmin yerdə bir məscid tikmək oldu. Tikinti 7 ay davam etdi və son dərəcə sadə şəkildə inşa olundu. Peyğəmbər, İmam Əli, Əmmar, Miqdad, Salman və digər səhabələr bu məscidin tikintisində iştirak etdilər. Tarixi mənbələrə görə Məscid-i Nəbinin inşasına 622-ci ilin sentyabr ayında başlandı və 623-cü ilin aprel ayında tamamlandı. Tarixçi Səmuddi yazır ki, məscid ilk dəfə daş təməl üzərində tək qat kərpizlə bir insan boyu qədər hündürlükdə tikilmiş, üstü açıq və sahəsi 1022 kvadrat metr olmuşdu. Məscidin sütunları xurma kötüklərindən, çardağı isə xurma budaqlarından hazırlanmışdı. Məscidlə yanaşı Peyğəmbərin və xanımlarının yaşaması üçün bir neçə otaq da inşa edilmişdi. Sonralar bu otaqlar məscidə birləşdirildi. Peyğəmbərin dövründə məscidin 3 qapısı vardı. Bab-ı Cəbrail, Bab-ı Rəhmə, Rəsulullahın öz evindən məscidə açılan qapı. Daha sonra hər sahabə məscidin yanında bir ev tikərək, evindən məscidə bir qapı açdı. Ancaq Ühud döyüşündən əvvəl Peyğəmbər göstəriş verdi ki, İmam Əli əleyhissalamın evindən məscidə açılan qapı istisna olmaqla bütün qapılar bağlansın. Peyğəmbərimiz vəfat etdikdə onun harada dəfn olunması ilə bağlı fikir ayrılığı yarandı. Bu zaman İmam Əli əleyhissalam bir cümlə ilə bu ixtilafa son qoydu. Hansı Peyğəmbər dünyadan köçübsə, onu elə vəfat etdiyi yerdə dəfn ediblər. Beləliklə, Rəsulullah öz evində dəfn edildi.